Herkese salam, ben Ayxan. Bugün sizlerle birlikte Fərəcin qısa videolarına baxırıq. Hələ də kanalıma abunə değilsinizsə, aşağıdan kanalıma abunə olub bu videoma da like atmağı unutmayın. Videomu izləyirsən, amma hələ də mənim kanalıma abunə değilsən. Neden ölsün yetim kalasan? Ama animasyon süperdir. Yıkan evi. Padırqa yıxan evi, eşi yıxa bilməz. Orada padırqa göstər. Hiç düzelecek. Ne kadar animasyon güzeldi be. Bayağı güzel animasyon bu arada. Yani hakikaten Azerbaycanlı bir animatör Azerbaycanlı gördüğüme animatör, göre hakikaten. çok sevindim. Biz də həqiqətən sevdik, şaşırtdı. Bu il məktəbi bitirib universiteti keçənlərə məsləhətin nədir? Yəni universitet həyatı bəzən dediyi kimi girəndə. Bu arada universitet gözünüzdə böyütdüyünüz kimi deyil uşaqlar. Yəni universitet həqiqətən gözünüzdə o qədər də böyütməyin. Universitet bilirsiniz nə qədər nələrdir? Elə bir şey məktəbin ardı kimi bir şeydir universitet. Sən öldürəm eyni şeydir. Sadəcə imtahan versən, stipendiya alırsan, pul alırsan bir dənə. Bir stipendiya almaq adamlar istəyir, bir şey tələbəsinin zor tərəfi odur da. Tələbə olanda daha olğun və daha böyük yəni o tərəfi də yaxşıdır. Bir də ki tövsiyəm nədir? Uşaqlar sinifdə məsələn 30 dənə yəqin ki uşaq olar, 20-30 dənə uşaq olar. Hamı ilə arazı yaxşı tutmaq məcburiyyətində deyilsiniz. Gedin hamı ilə daval indirmirəm, ancaq hamı ilə isti dışlı olmaq məcburiyyətində deyilsiniz də. Özünüzdə 2, 3, maksimum 4 dənə dostunuz olsun, yaxın dostunuz olsun. Qalanları çox da şey eləməyin. Amma universitet məktəbdən belə deyim də sizə qat və qat üstün bir şeydir yəni. Dəhşətli bir yerdir universitet. Ayda. Mən bir dənə mən bu adam görəndə qıcıq oluram. Ay zübür. Akışqası çıxsan. Sən də yəni mən kriz deyənlər, mən gülməli deyilsən deyənlər nə yazırsan? Bir daha buna baxın. Mən belə video seçirəm. Ay mən o yorumlara yazanlar. Mən sizə nə qarmışam? Sən Allah. Həqiqət elədi. Cəmaət həqiqi bunlara heç nə demir. Durursan burada normal bir şey eləyirsən, sənə nəsə deyirlər. Sən oğudun aya görə hansı savetkasan, partiçi görə hansı savetkası? Aha diyan. Avqust gümüş züklü savetka. Dostum bu mükəmməldir həqiqətən. Avqust da Fərəcin amcına görə eləyir. Yüzlü olması yaxşı bir nüansdır. Oktyabr cips savetkası. Oktyabırda doğulanlar da Niye? Cips savetkası nədir? Noyabr yarpaqlı nahar. Çox maraqlıdır. May var görə. Çin olması yaxşıdır. Çindisə olar. Dekabr çiçəkli savetka. Dostum, bu yaxşı idi. Sisal savetkası uşaqlar yazın yorumlara. Doğudun aya görə hansı Niye? savetkası? Şey yoxdur deyəsən. May yoxdur ya da bundan əvvəlki partdaymış may. Oba market, Araz market, bravo. Universitetə məzun olurlar. Qəşəng. Yarın sayı sonra CV atısı onlar da götürürlər. Özellikle şurada söyleyeceğim. Baxın, nə edir? Abi 32 adam var. Görüm bir adam var. Qoy Kasıb mənə deyim. sözü. Görüm o nə desə mən sənə deyərəm. Başı çıxan adamdan get səni allatmasınlar. Hə biraz böyündən götür hamımız çay. Ayda. Bax, onsuz o pul hara fırlatsan səndən çıxacaq. Vallahi mən dedim. Dedi Fuad. Özü gəlməsə. Ayda. Bir də mən deyim. Sən ödə mən sənin kartı var. Yaxşı, biri də mən deyim. Şəkil mənə hıdı göndər. Ayda, bu video çox köhnədir. Bu havada niye böyle giyindim ya? Tanı Üz ifadəsi var. Cinsi nədir bunun? Oha. Bu nədir? Allah bu saqqal Hə, var. Nədir? hə, bu ümumiyyətlə bu kompüteri hardan format edə bilərəm? Nə bürdüsən? Zor videolar. Bu birisi. Bu arada videoya belə bir şey əlavə eləmək istədim. Bunu demək olar ki, Azərbaycanda eləyən yox idi. Xarici kanallarda görürdüm ki, reaksiya verdik, reaksiya verdik. Yəni mən də qərara gəldim ki, reaksiya verim. Aha. Nəsə xeyir video oxşamı baxaq. O Eda. Allah bu niyə belə hər şey? Nəsə bir də sözdən bəzi musiqi alətləri ifadə edən niyə bir hərəkətlər edirlər? Nəsə deyəsə Yaxşı bir anlıq qarmon oldu adam. Aktyorluq kursu videolarında özünü görməli zənn edən o tələbəm. Deyirəm, anne mən getməliyəm dərsə. Həqiqi, çox biləm. Hə, mən elə bilirdim bir tək mən qıcıq oluram, elə videoları görəndə. Adamın şalvarlarında bir əksi olar da. Sevilən söz deyim. Yəqin söhbətin kimdən və hansı səhifədən getdiyini bilirsən. Hə, bildik. Həqiqətən qəşəng videodur. Bəyəndim bu videonu. Amma qıcıq hər dəfə görəndə basıram, ilgilənmirəm, amma yenə də çıxardır mənim qarşıma o videolar. Mahnı başqa cür deyirəm. Gizlədərəm səni. Gizlederim seni gözümün arasında, Yaxşıdır. iki taşın arasında. Bu mahnının başqa versiyası biləndə gülür bu dəqiqə. Yaxşı ki ondan gəlmədi. Yoxsa qoya bilməzdim videonu. Peşmansan mı? Ya peşmançam, mənim videomda da var video. Yadıma düşdü. Şükür oxuyur. Bravo. Yəni arvadı ilə ikili canlı yayın açmaya nə bilim nə yəni. Samatı gəldik son zəng. Of da lan çetişə bax elə. Bu videonu başa saçış bizdə.
son zəng. Bunlar son zəngdir. Onu çox yeşə görürlər. Bizim Hə. Aga be. Gəl idi bu video bitsin sizə son zəngimi göstər. Məncə bizim əldə bir sözət daha geçelim. Cerrahçı çağıranda. Sırrıfın pastisi. 500 bin izlenen bizim bir son zayıf videomuz var. Ulan bizim son zayıf. Aga be. Bizimki de təxmini o deyiri. Sinifin TikTok-eri gəlir. Bax elə bir videodur bizdəki. Fərəz, niyə Rəşidə elə zorbalayasın? Çünki Rəşid zorbalamağa haqq edir. Qızam və atamın çəkdiyi siqareti merak edib seçmişdim. Vallah peşmanam. İnşallah peşmansandır. İnşallah peşmansandır. Uşaqlar, hər şeyi... Fərəzi niyə bu qədər yarğılayıb? Çox maraqlıdır bax. Gəl yəni, siqaret hamısını çox dəhşət dərəcədə yarğılayır adam. Başını buraxın, özünüzə yazılı gəlsin. Həqiqətən də belə şeylərdən uzaq Düz deyir. Aha. Son 3 abunə və 100 min. Təbriklər, həqiqətən çox sevinmişdim o an. Allah Rəşid. Aa, saqqalı qırıq çox interesli görünür abi. Amma heç yaraşmır. Bax Rəşidə, saqqalsız. Aa, telefon oyunuma gəlsin. Hər qrupda olan o dost, onu da mənəm yəni. Həmişə hardasa otururuq, məsələn, hansıqa belə. Telefonu qoyuram, sonra deyirəm telefonla oynamağa gəlsin. İçsinə elə. Uca boy və qüvvətli olmasına görə hər kəs ona uzun Həsən deyirdi. Amma uzun olan şey təkcə boy deyildi. Bu nə temadır, onun yedi. Bizim adı yadından çıxdı ya. Nəsə bir dənə pota bilen müəllim idi. Bizə bir siz nə deyirdi dərsdə? Deyirdi ki, işləyin, adam olun. Deyir, işləyib adam olmasaz əgər, deyir, arvadınız gələcək, samanlığa 5 manata şey eləyəcək. Məsələn, bir şey eləyəcək deyir. Əgər oxumasaz deyir, pul qazanmaq üçün elə şeylər. Nə danışır? İşte müəllim olasan, 9-cu sinif uşağına elə şeylər danışasan. Sən dedin, mən şoka düşdüm. Müəllimlərə düzdür qulaq as, amma çoxuna qulaq asmayın. Mənim bir dənə müəllimim var, tərdə yadıma alsın, yadıma düşdükcə tez-tez yad eləyirəm onu. O vaxtı YouTube-da yaxşı gedən vaxtlarım idi. Təxminən 10 min abunəyə falan da sürətlə yaxınlaşırdım. Bir dənə müəllimim vardı, riyaziyyat dərsi verirdi o da. Bir gün mənə dedi ki, valideynin gəlməsə girmə dedi içəri. Mən də girdim içəri. Sonra o da çağırdı, gəldi valideynim, danışdı. Sən dedi uşağın video çəkir, bu dərsdən yayınır. Mən də riyaziyyatdan həmişə zəhnim gedibdi. YouTube nədir, o nədir, bu nədir? Elə oldu ki, gəldi karantin vaxtına çıxdı. Özü də başladı YouTube'a pul qazanmalıdır çünki. Başladı YouTube'a, adam WhatsApp'dan mənə yazdı ki, məni reklam elə tanıt. Mən də beləcə də yazdım ki, eləmirəm dedim. Vaxtında dedim sən mənə yaxşılıq eləyərdin, mən sənə eləyərdim dedim. Ala bax. Avropa gəlini. Nə sındıra bilmir? Şüşə deyil axı o. Kalçusu. Oyda. Süper. Oba. Əmimin rus qızlarıyla danışdığın gör. Əmi tez gəlib əmi arvadına xəbər versən bunu. Əmin nömrəsini ver. Qoymuşduq. O nə zor fişir ya. Biz də eləmək bunu. Davet eləmiş uşaqlar. Rektor rəisin maşını soxdu. Ya da buradan yaxşı örnək var. İndi xəbərlər var. Super adam. Fərəz adlı kanal uşaqları pis yora yozur. Yora yozur nə? Neyse dostlar, bugünkü videonun sonuna geldik. Videomu beğendiyse like atıp aşağıdan da kanalıma abone olmayı unutmayın. Bugünkü video çok eğlenceli ve gülmeli oldu bence. Özünüze yaxşı bakın ve bunu da unutmayın. Sevilirsiniz. Ekranda hazırda. Sizin için 2 tane video çıxıbdı. Hansını izləməyibsənsə keç izlə. Və bu arada kanala da abone ol.